Dəyərli tamaşaçılarımız, hər birinizi salamlayıram. Bugün 8 noyabr Zəfər günüdür. Qəhrəman ordumuz Vətən müharibəsinin 44-cü günündə misilsiz qələbə qazandı. 2020-ci ilin məhz bu günü vətənimizin ərazi bütövlüyü bərpa edildi. Bizə qürur dolu bu tarixi bəxş edən dövlətimizə, təbii ki, yenilməz Azərbaycan ordusuna və vətənimiz uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında əbədi olaraq borcluyuq. Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi şanlı ordumuzun şücaəti ilə qürur duyuruq. Hər zaman şəhidlərimizə rəhmət, qazilərimizə isə uzun ömür, can sağlığı arzu edirik. Qarabağ Azərbaycandır, yaşasın Azərbaycan! Dəyərli tamaşaçılarımız, 2020-ci ilin bu günü Cənab Prezidentimiz İlham Əliyev çıxış etdi. Yəqin ki, hər biriniz bu çıxışı xatırlayırsınız. Həmin çıxışdan bir hissəni dinləyib, yenidən o qürur verici anları yaşamaq istərdim. Gəlin elə birgə izləyək. Və bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərindən biridir. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Prezidentimizin bu çıxışını izləyən hər bir ailə sevinç gözyaşlarına qərq olmuşdu. Həm müharibə bitmişdi, həm də torpaqlarımız azad olmuşdu. 44 gün? Hə, 44 günə tarix yazdıq. İgidlərimiz işğal altında olan torpaqlarımızı doğma sahiblərinə qaytardı. Ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Amma bu elə də asan olmadı. Bizi heç nə qorxutmadı. Çünki Müzəffər Ali Baş Komandanımız, güclü ordumuz və vətəni hər şeydən əziz tutan xalqımız var. Biz qalib ölkənin vətəndaşı olaraq böyüyürük. Proqramımızın bu yerində sizə bir sujet təqdim edirik. Bakı şəhər 45 nömrəli tam orta məktəbdə Yaşıl Dünya naminə həmrəylik ili və COP29 ilə bağlı tədbir keçirilib. Tədbir məktəblilərin maarifləndirilməsi məqsədi ilə təşkil olunub. Daha ətraflı sujetdə. Ekologiya mövzusuna həsr olmuş tədbirimizə xoş gördük. Bakı şəhər 45 saylı tam orta məktəbdə Yaşıl Dünya naminə həmrəyliyili və COP29 ilə bağlı Yaşıl Addımlar adlı ekoloji mövzuda tədbir keçirilib. Tədbirdə rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, təhsil işçiləri, məktəbin müəllim və şagird heyəti, valideynlər iştirak edir. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir ekoloji problemlərin həllinə dair şagirdlərin maariflənməsi məqsədi ilə təşkil olunub. Bu il ölkəmiz COP29 tədbirinə ev sahibliyi edəcək. Buna görə biz çox qürurluyuq. Təbiətimizi qorumaq bizim insanlıq borcumuzdur. Gəlin dünyamızı qoruyaq. Qonaqlar ekologiyanın mühafizəsi ilə bağlı ölkədə keçirilən silsilə tədbirlər barədə danışıblar. Belə tədbirlərin məktəblilərin ekoloji maariflənməsində əhəmiyyətli rola malik olduğunu bildiriblər. Yaşıl Dünya naminə həmrəylik ili çərçivəsində bu tədbirin keçirilməsi şagirdlər arasında da təbliğatın güclənməsinə öz töhfəsini verəcək və bu tədbirlərin silsiləli halda il ərzində keçirilməsi bütün məktəblərdə olmuşdur. Bu isə bizim gələcəyimizin daha parlaq olmasına və bu sahədə ölkəmizin inkişaf etməsinə önəmli töhfələrini verəcəkdir. Bu işin həm də bir maarifləndirici tərəfi var. Məlumdur ki, maarifləndirici tərəf əsasən
məktəblərdə həyata keçirilir. Düşünürəm ki, məktəbin hazırladığı bu tədbir sevindirici haldır. Çıxış edən Bakı Şəhər 45 saylı tam orta məktəbin direktoru bu kimi tədbirlərin tez-tez keçirilməsini vacibliyini vurğulayır. Təsadüfi deyil ki, bu ildə Yaşıl Dünya naminə həmrəylik ili elan olunmuşdur və biz də buna əsasən dərs ilinin ilk günündən 16 sentyabrdan bu günə qədər ekoloji mövzuda bir çox layihələr həyata keçirtmişik. Şagirdlərimizdə ekoloji mədəniyyətin formalaşması üçün çox sahəli addımlar atmışıq. Bugün həmin o görülən işlərin bir təntənəsi kimi Yaşıl Addımlar adlı bir tədbirə yığışmışıq. Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin ifasında müxtəlif kompozisiyalar nümayiş olunub. Sonda qonaqlara COP29-a həsr olunan videoçarx nümayiş etdirilir. Bugün bayramdır. Bayram isə rəqssiz olmaz təbii ki. Bugün proqramımıza gələn Art Rəqs qrupunun üzvləri çox gözəl rəqslər nümayiş elətdirəcəklər. Elə indi istərdim onlar ilk rəqslərini nümayiş etdirsinlər. Əsir qalan torpağına canım qurban Azərbaycan. Hər uğurun gələcəyə bir yol açır, hər dost ilə xoş niyyətin işıq saçır. İstiyacı kucağına canım qurban Azərbaycan. Neçə gizli sərvət yatır qucağında, neçə ölkə od aparır ocağından. Azadlığın al rəmzi var bayrağında, bayrağına canım qurban Azərbaycan. Başım üstə məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Torpağına canım qurban Azərbaycan. Başım üstə məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ey anam, vətənim, ey doğma Qarabağ, Alqışlayıram hər birinizi. Çox sağ olun uşaqlar. Özümüzü də alqışlayırıq. Gürültülü. İndi isə buyurun əyləşin, sizinlə tanış olaq.
Çox sağ olun uşaqlar, minnətdaram rəqsə görə. Mən istərdim ki, sizinlə tanış olaq. Elə başlayaq səndən. Bu gözəl balamızın adı Saradır, onun 6 yaşı var. Mənim adım Akşindir, 5 yaşım var. Mənim adım Tamina, 9 yaşım var. Mənim adım Diləkdir, 8 yaşım var. Mənim adım Mələkdə, 6 yaşım var. Mənim adım Aminadır, 9 yaşım var. Mənim adım Könüldür, 13 yaşım var. Mənim adım Aylində, 13 yaşım var. Mənim adım Ayşədir, 11 yaşım var. Mənim adım Məryəmdir, 8 yaşım var. Mənim adım Suayla, mənim 7 yaşım var. Adım Əsnaddır, 7 yaşım var. Mənim adım Şamildir, 13 yaşım var. Mənim adım Elnurdur, 10 yaşım var. Uşaqlar, sizinlə tanış olmağıma çox şad oldum. Mənim bildiyimə görə sizin bir rəqsiniz də olacaq, hə? Amma Art Rəqs qrupunun digər üzvləri də sizə qatılacaqlar və siz də geyimlərinizi mütləq şəkildə dəyişməlisiniz, hə? Düzdür. Ona görə də mən sizi yola salıram. Bu arada dostlarımız bizdən heç yerə ayrılmırsa, sizinlə birgə Bu Mənəm rubrikasını izləyəcəyik. Binəqədi rayonunda yerləşən 333 nömrəli məktəbin 6C sinif şagirdləri Zəfər günümüzü ilə bağlı şeirlər səsləndiriblər uşaqlar. Onların üzərində böyük əməyi olan sinif rəhbərləri Səidə xanım da şagirdlərini şeir səsləndirərkən çəkib, videolarını çəkib və bizə göndərib. İndi istəyərdim ki, dostlar, sizinlə birgə həmin videonu izləyək. Yaşın ulu bu dünyada əzəldir. Bayrağında ay ulduzun gözəldir. Günəş nurlu, ay çörəkli sonamsan. Azərbaycan, ilk sevdiyim anamsan. Şuşa qəlbin, Bakı sənin baş tacın. Türkiyədir doğma əziz qardaşın. Müqəddəsdir vətən adlı savaşın. Yenilməz şanlı zəfər ordumsan. Azərbaycan elim günüm yurdumsan. Tanrı verən bir cənnətdir hər yanı, Mil muğanı, Qarabağ şirvanı, uzaqdan eşir adsanı, telli sazım, ney kamanım, tarımsan, Azərbaycan bir müfalı yarımsan. Göy xədərin arazım var, kürüm var, şəfa verən ocağım var, pirim var. Azərbaycan pozulmaz bir andımsan, şəfa var dövlətim, şan şöhrətim, canımsan. Son mənzilim, ilk ünvanım, beşiyim, isti yuvam, doğma evim eşiyim, gezi gündüz mən çəkərəm keşiyim. Azərbaycan bir alınmaz qalamsan, atam, anam, oğul, qızım, balamsan. Candan əziz hər şəhərin, hər kəndin, baba dağın, ağrı dağın sərhədin, sən haqqa, ədalətə güvəndin, yağlılara nəzar qatsan vətənsən, sən tarixə tarix yazan vətənsən. Bu Mənəm rubrikasını izlədik və qayıtdıq studiyamıza. Artıq Art Rəqs qrupunun digər üzvləri də buradadır. Amma biz təbii ki, tanış olmadığımız dostlarımızı tanıyacağıq indi. Düzdürmü? Digər dostlarımızla biz artıq tanış olmuşuq. Məsələn, səninlə mən tanış olmaq istərdim. Sənin adın nədir, neçə yaşın var? Mənim adım Tahirdir, mənim 7 yaşım var. Mənim adım Mameddir, 8 yaşım var. Salam, mənim adım Nadirdir, 9 yaşım var. Salam, adım Renatdır, 13 yaşım var. Mənim adım Qurbandır, 7 yaşım var. Salam, mənim adım Sadiqdir, 13 yaşım var. Buradan bütün Azərbaycan xalqını təbrik edirəm. Salam, mənim adım Həbibdir, 11 yaşım var. Sizi də tanımağıma çox şad oldum uşaqlar. İndi istərdim ki, sizinlə bir oyun oynayaq. Deməli, bu oyun necədir? Zəfər tariximizi əks etdirən bir oyun olacaq. Yəni, işğaldan azad olunan şəhərlərimizin adlarını verəcəm sizə, vərəqlərdə təqdim eləyəcəm. Siz də xronoloji ardıcıllıqla işğaldan azad olunma tarixlərini deyəcəksiniz. Anladınız necə olacaq oyun? Yəni, tarixləri düzgün şəkildə sıralayacaqsınız. Yaxşı? Hazırsınız? Qalxayaq ayağa. Ayaq üstə dayanaq. Mən əminəm ki, siz zəfər tarixlərimizi uşaqlar bilirsiniz. Bu oyunla siz və təbii ki, dostlarımız təkrar etmiş olacaqsınız. Deməli, vərəqlər əlimdədir. Sadiq, sən mənə kömək edə bilərsən. Buyur vərəqləri. Yaxınlaşırsan, uşaqlar ardıcıllıqla götürəcəklər. Aha, buyur. Götürdü hər kəs, Sadiq. İndi baxaq görüm, ardıcıllıq düzdürmü? Baxırıq. Sadiq, baxırıq. Baxaq görüm, dostlarımız düz tutublar, ardıcıllıq düzdürmü?
Cəbrayıl şəhəri düzdür 4 oktyabr, növbəti Hadrut qəsəbəsi 9 oktyabr, Xudafərin körpüsü 18 oktyabr, səndə hansıdır? Zəngilan şəhəri doğrudur 20 oktyabr, daha sonra növbəti dostumuzda Qubadlı şəhəri 25 oktyabr düzdür və keçək bu tərəfdən daha yaxşı görəcəyik. Aha, Şuşa şəhəri 8 noyabr doğrudur, növbəti Kəlbəcər, afərin dostumuz 25 noyabr tarixində işğaldan azad olundu. Daha sonra Ağdam, afərin dostumuza 20 noyabr və Tahirin də əlində Laçın, doğrudur, 1 dekabr tarixində. Afərin uşaqlar, hər birinizi alqışlayıram. Əyləşin uşaqlar, əyləşin. Afərin hər birinizə. Mən çox sevinirəm ki, siz zəfər tariximizi əzbərdən bilirsiniz. Bugün proqramımıza xüsusi hazırlaşıb gəldiyinizə görə də hər birinizə minnətdaram. Bir daha bayramınızı təbrik eləyirəm və sonda sizdən daha gözəl bir rəqs gələcək, düzdürmü? Və bu rəqsdə də ekran qarşısında əyləşib bizi izləyən dostlarımızla sağollaşırıq. Kərpələngin növbəti buraxılışında görüşərik. Bayramınız mübarək!